2A üstəgəl 3B 14'e bərabərdir. 4A kvadrat üstəgəl 9B kvadrat 100 olarsa AB hasilini tapın. Burada 4A kvadrat 2A'nın 9B kvadrat ise 3B'nin kvadrat olduğunu görürük. Verilen birinci ifadənin hər tərəfinin kvadrata yüksəldək. 2A üstəgəlsin 3B'nin mötərizə kvadratı bərabərdir 14'ün kvadratı. Müxtəsər vurma düsturuna görə cəmi kvadratını açsaq, 2A'nın kvadratı üstəgəl 3B'nin kvadratı və bir də onların iki misli, yəni 2 vurulsun 2A vur 3B bərabərdir 14'ün kvadratı 196. Sadələşdirək ifadəni biraz. 4A kvadrat üstəgəlsin 9B kvadrat üstəgəlsin 2 vur 2 4 4 3'e 12 AB bərabərdir 196. 4A kvadrat üstəgəl 9B kvadrat 100'dür. 100'ün üzərinə 96 əlavə etsək 196 alarıq. Deməli 12AB bərabərdir 196 çıxılsın 100. 12AB bərabərdir 96 və AB də bərabərdir 96 bölünsün 12. Buradan AB bərabərdir 8 alarıq.